Çox sağ olun, dəyərli Sabah xanım, hörmətli baş nazir, həmkarlar və hökumət üzvləri. Öncə qeyd edim ki, hesabatı dəstəkləyir, hökumətə gələcək fəaliyyətində də uğurlar arzulayıram və cənab prezidentimizin apardığı siyasət Azərbaycanı bugün dünyanın lider ölkələrindən birinə çevrilib və bu yorulmaz fəaliyyətdə cənab prezidentimizə də uğurlar arzulayırıq. Qeyd edək ki, müasir beynəlxalq münasibətlər sistemi dərin geoiqtisadi və geosiyasi transformasiya mərhələsindən keçir. Son illərin hadisələri göstərir ki, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və ekoloji davamlılıq artıq vahid strateji təhlükəsizlik sisteminin komponenti kimi çıxış edir. Beynəlxalq analitik mərkəzlərin qiymətləndirmələrinə görə, dünya ölkələrinin təxminən 38-40% enerji təchizatı ilə bağlı ciddi təzyiqlər və enerji böhranı riskləri ilə qarşı-qarşıyadır. Bu isə enerji təhlükəsizliyinin yalnız iqtisadi inkişaf məsələsi olmadığını, eyni zamanda dövlətlərin sosial sabitliyi və strateji davamlılıq üçün mühüm amilə çevrildiyini göstərir. Enerji sektorunda yaranan qeyri-sabitlik eyni zamanda qida təhlükəsizliyinə də birbaşa təsir göstərir. Müasir kənd təsərrüfatı sistemində geniş istifadə olunan mineral gübrələrin istehsalı əsasən təbii qazdan əldə edilən ammonyak texnologiyalarına əsaslanır və bu səbəbdən enerji qiymətlərində baş verən dəyişikliklər kənd təsərrüfat məhsullarının maya dəyərinə və ərzaq qiymətlərinə birbaşa təsir edir. Bu sahədə Yaxın Şərq və Körfəz regionu xüsusi rol oynayır və dünya üzrə karbamid ticarətinin böyük hissəsi də bu regionda həyata keçirilir və nəzərə alsaq ki, daşımaların da Hörmüz boğazı vasitəsilə keçirilməsi nə qədər prosesə təsir edir, bunu bilmək çətin deyil. Regionda yaranan gərginliklər enerji bazarları ilə yanaşı qlobal qida sisteminə də güclü təsir riskləri yaradır. Müasir qlobal çağırışlar fonunda dövlətlər enerji istehsalının artırılması ilə yanaşı iqlim siyasətini də gücləndirirlər. Çünki enerji istehsalı, iqtisadi inkişaf və ekoloji təhlükəsizlik bir-biri ilə sıx bağlı olan strateji sahələrdir. Bir çox ölkələrdə qəbul olunan iqlim qanunları, emissiyaların tənzimlənməsi, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrinin inkişafı üçün mühüm hüquqi mexanizmlər yaradır. Bu baxımdan Azərbaycanın da müasir çağırışlara uyğun iqlim qanununun qəbul etməsinə ehtiyac var və bu qəbul edilərsə, bu xüsusi bir əhəmiyyət daşıyacaqdır. Belə bir qanun emissiyaların ölçülməsi, uçucu sisteminin formalaşdırılması, karbon bazarının yaradılması, iqlim tədbirlərinin şəffaf şəkildə monitorinqi üçün mexanizmlər yarada bilər və bununla yanaşı karbon kreditlərinin beynəlxalq ticarəti vasitəsilə ölkəyə əlavə maliyyə resursları cəlb edilə bilər. Ekoloji siyasətin mühüm komponentlərindən biri də deyək ki, bərk məişət tullantılarının idarə olunmasıdır ki, Dünya Bankının məlumatına görə dünyada hər il təxminən 2 milyard ton məişət tullantıları yaranır və bu rəqəm 2050-ci ilə qədər 3,4 milyard tona artacağı proqnozlaşdırılır və bu sahədə beynəlxalq təcrübə onu deyir ki, bir çox təşəbbüslər də var, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı bu sahəyə xüsusi diqqət ayırır. Eyni zamanda bizim qardaş ölkədə, Türkiyədə Əminə xanım Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən sıfır atık projesi qısa müddət ərzində beynəlxalq səviyyədə nümunəvi ekoloji model kimi tanınmışdır. Hökumətin də bu sahəyə xüsusi diqqət ayrılmasına və gələcəkdə yaranan problemlərin aradan qaldırılmasına töhfə verməyə dəvət edirik. Əziz həmkarlar, vaxtın azlığından təşriflərimi stenoqrama təqdim edəcəyəm və sonda seçicilərimin bir müraciəti ilə də bağlı çıxış etmək istəyirəm. Belə ki, təmsil etdiyim Salyan rayonunun aşağı noxudlu və yuxarı noxudlu kənd məktəblərinin şagirdləri həyatı təhlükə yarandığına görə fəaliyyətini dayandırıblar məktəblər. Nəticədə kəndin 513 şagirdləri digər məktəblərə daşınaraq təhsil almağa məcbur olmuş və bu vəziyyət xüsusilə ibtidai sinif şagirdləri üçün çox ciddi çətinliklər yaradır. 4 növbəli smendən oxuyurlar başqa məktəblərdə 6-7 kilometr uzaqda. Və valideynlərin narahatlığını, uşaqların təhlükəsizliyini nəzərə alaraq bu kəndlərdə məktəb tikintisinə və illər öncə investisiya proqramına daxil olunmuş Qaradağlı, Qaraçala və Kürsəngi yolunun təmirinə dəstək görməsini də hökumətdən xahiş edirəm və bir daha bizim hökumətə uğurlar arzulayıram və hesab edirəm ki, cənab prezidentin apardığı siyasətə uyğun bir fəaliyyət göstərirlər. Bir daha uğurlar. Sağ olun.